Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı elan edilmiş müsabiqədə 51 namizəd müvəffəqiyyət qazanıb. Bunu baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında qulluğa yeni qəbul edilən gənc hüquqşünasların andişmə mərasimi zamanı deyib. O bildirib ki, ümumilikdə 2020-2025-ci illərdə elan edilmiş müsabiqələr üzrə qulluğa qəbul edilmiş 21 nəfər xarici ölkələrin, o cümlədən 8-i Ukrayna, 6-sı Rusiya, 3-ü Türkiyə, 1-i Böyük Britaniya və Şimali İrlandiya Krallığı, 1-i Qazaxıstan Respublikası, 1-i Qırğızıstan, biri isə Belarus Respublikasının ali təhsil müəssisələrinin məzunudur. 13 nəfər Türk, 34 nəfər Rus, 20 nəfər İngilis, 6 nəfər həm Rus, həm İngilis, 1 nəfər isə həm Türk, həm də İngilis dilini sərbəst bilir. Hazırda 51 gənc mütəxəssis müvafiq vakant ştat vahidlərinə təyin edilməsi nəticəsində artıq müsabiqə yolu ilə qulluğa qəbul edilmiş prokurorluq işçiləri prokurorluğun kadr korpusunun 97%-ni təşkil edir. Əminik ki, siz gənc prokurorluq əməkdaşları kimi gələcəkdə üzərinizə düşən vəzifələrin icrasına vicdanla yanaşıb, layiqincə yerinə yetirərək nümunəvi xidməti fəaliyyətinizlə sizə göstərilən etimadı doğrulacaq və layiq görüldüyünüz şərəfli prokurorluq işçisi adını hər zaman uca tutacaqsınız deyə baş prokuror qeyd edib.